Niyə atipik uşaqlar oxuduğunu anlamır? Atipik uşaqların bir çoxsunu yoxlasaq, hərfləri tanıyır, adlandırır, hecaları oxuyur, sözləri oxuyur, eləcə hekayələri belə oxuya bilirlər. Amma tanıdığı hərflərdən hecalar dedikdə, sözlər dedikdə yazmaqda çətinlik çəkirlər. Çünki atipik uşaqlarda paralel şəkildə psixoloji seanslar da getdiyi üçün uşaqda qavrama daha çox inkişaf edir, hərfləri tanımağı, adlandırmağı tez öyrənir. Bununla yanaşı, həmin uşaqlarda həm motorika, həm də müvazinət zəif olduğu üçün yazı prosesi çox çətin gedə bilir. Çox təəssüf ki, bəzi mütəxəssislər hələ də uşaq üçün yox, valideyn üçün işləyirlər. Çünki təcrübəsi olan hər bir mütəxəssis bilir ki, yazı bu uşaqda çox gec gedəcək, uzun zaman alacaq və bilmirəm, valideyn səbr edə biləcəkmi, yoxsa uşağı çıxardıb aparacaqmı? Bu səbəbdən özlərinin də səbri çatmadığı üçün yazı qalır ofsaydda və başlayırlar oxunu işləməyə ki, valideynə daha tez nəticə versinlər. Təbii ki, mən bu davranışı heç bəyənmirəm, bu düzgün davranış deyil. Biz valideyni göstəriş üçün yox, uşağın nəticəsi üçün işləməliyik. Yazı ilə oxu mütləq şəkildə paralel getməlidir. Yazı nə qədər geciksə belə, hər ikisi davam etməlidir. Düşünün ki, uşaq eşitdiyi hərfi dəftərə yazır və burada artıq gözlərdə işə keçir. Həm qulağı işlədi, həm göz işlədi, həm də əl işlədi. Hər biri işlədiyinə görə uşaq daha tez mənimsəyir. Artıq uşaq nə eşitdiyini yazmış olur və yazdığını da anlamış olur.